Biz inanırıq ki, Muhammed və Ali Muhammedin hədisləri açıq şəkildə göstərir ki, İblis və onun bütün yoldaşları yer üzündə reinkarnasiya ediblər. Onların çoxsaylı reinkarnasiyaları olub. Rəvayətlərdə qeyd olunur ki, qaimin zamanında onlar dini alimlər və rəhbərlər kimi reinkarnasiya edəcəklər. İnsanları haqdan azdırmağa çalışacaqlar. Bu şeytanlar, bu düşmüş mələklər əslində reinkarnasiya edib alimlərə, məscidlərdə imam olanlara, Quran oxuyanlara, hədis və Muhammed Peyğəmbərin tarixini öyrədən insanlara çevriləcəklər. Onlar özlərini salih şəxslər kimi göstərsələr də, əslində şeytan və ya düşmüş mələklərdir. Biz həmçinin bilirik ki, dünyada padşah və ya hökmdar təyin edilənlərin bir çoxu əslində düşmüş mələklərin inkarnasiyalarıdır. Bibliyanın Yeni Əhd bölümündə İsa Məsihin sınağa çəkilməsi epizodunda da bunu görürük. Orada şeytan ona digər hökmdarlar kimi olma fürsəti verir. Ona hakimiyyət təklif edir. Bu da sübut edir ki, yer üzündəki hökmdar və rəhbərləri təyin edən, İblisə yaxın olan düşmüş mələkləri vəzifəyə gətirən məhz İblisdir. Ali Muhammedin Yamanisi İmam Əhməd Əl-Həsənin əleyhissalam açıq-aşkar sözləri var ki, o belə deyir. Məsələn, düşmüş mələklərdən biri Şərşəran adlı bir mələk idi. O, İblis və ya Lusiferin çox yaxın şeytani yoldaşıdır. Bu fərd, yəni bu düşmüş mələk, George Bush olaraq inkarnasiya edib. Biz həmçinin inanırıq ki, rəvayətlərdə qeyd olunur ki, qaim gələcək və onunla birlikdə sağında Cəbrail, solunda da Mikail olacaq. İsrafil və digər yaxşı mələklər də insan surətində inkarnasiya edərək, qaimi dəstəkləmək üçün gələcəklər. Və əlbəttə, bu dəvətdə bizimlə birlikdə insan surətində inkarnasiya etmiş bir çox mələk var. Onlardan bəziləri özlərini tanıyır və əvvəlki həyatlarına dair xatirələri var. Digərləri isə hələ xatırlamırlar. Amma qaim onların hamısını tanıyır. In human form in order to support the Qa'im, and certainly we have in this dawah with us many of those angels that have incarnated in human form, and some of them recognize themselves and have memories of their previous life, others don't, and the Qa'im knows all of them.